A little, little kəmiyyət bildirən sözləri ilə little sifətinin fərqinə baxaq. A little və little kəmiyyət bildirən sözləri özündən sonra sayılmayan isim qəbul edirlər. A little biraz deməkdir, azdır, amma var. Müsbət mənalıdır. A little isə çox az deməkdir. Yəni bir şeydən yox dərəcəsində olduğunu bildirir. Yəni mənfi mənadadır. Oxşar cümlələrlə fərqinə baxaq. Tutaq ki, I have a little water. Və ya I have little water. Hər ikisində, yəni a little və little'dan sonra sayılmayan isim gəlib. Dediyimiz kimi a little və little özündən sonra sayılmayan isim qəbul edir. Cümlələrin fərqi isə bu olur ki, birinci cümlədə I have a little water. Mənim biraz suyum var. Azdır, amma var mənasındadır. Yəni müsbət mənadadır. İkinci cümlədə isə I have a little water. Məndə çox az su var. Yəni kifayət qədər deyil, yox dərəcəsində su var. Mənfi mənalıdır ikinci cümlə isə. Amma little sözü əgər sifət mənasında, yəni adjective olarsa, o halda özündən sonra, əgər yəni little sözü özündən sonra sayılan isim qəbul edərsə, o zaman balaca mənasına gəlir. Balaca. Sifət olur, adjective olur. Məsələn, a little boy. Boy sayılan isimdir. Özündən qabaq, sifətdən qabaq article qəbul edib. Yəni bu article boy sözünə aiddir. Balaca oğlan. Və yaxud da ki, little boys. Balaca oğlanlar. Yenə də təkrar edirəm. Əgər little sözü özündən sonra sayılan isim qəbul eləsə, balaca mənasına gəlir. Boy sözü də sayılır. Article qəbul edə bilir. Cəm şəkilçisi qəbul edə bilir. Amma əgər little və yaxud da ki, a little özündən sonra sayılmayan isim qəbul edərsə, o zaman biraz və yaxud da ki, az mənasına gəlir. Yəni yuxarıda izah elədiyim kimi a little və little. Özündən sonra sayılmayan isim qəbul edəndə biraz, az mənasına gəlir, çox az mənasına gəlir. Məsələn, a little money və yaxud da ki, little money. Yəni biraz pul və yaxud da ki, çox az pul, yox dərəcəsində pul. Bu formada.